Azərbaycan Milli Elmlər Akademiyasının Rəisət Heyətinin növbəti iclası keçirilib. Əvvəl Camianın Kimya Elmləri bölməsinin və Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin 2025-ci il ərzində əldə etdiyi nailiyyətləri, nəşr olunan elmi əsər və kitabları əks etdirən sərgiyə baxış olub. Hansı satında satça çıxardı? İclasa giriş sözü ilə açan akademik İsa Həbibbəyli tədbirin gündəliyi barədə məlumat verib. Akademik vurğulayıb ki, hazırda kimya elmləri bölməsi optimallaşma, struktur islahatları və strateji hədəflərin müəyyənləşdirilməsi müstəvisində özünün keyfiyyətcə yeni inkişaf mərhələsində yaşayır. Sonra AMİA'nın vitse-prezidenti, bölmənin elmi şurasının sədri akademik Dilgəm Tağıyev bölmənin hesabatını təqdim edib. Akademik bildirib ki, hesabat ilində kimya elmləri bölməsinin institutları üzrə ilmin tədqiqatlar 12 problem, 41 mövzu və 110 iş üzrə həyata keçirilib. Yekun olaraq bölməyə gənclərin elmə cəlb edilməsi, kimya elminə dair terminologiyaların zənginləşdirilməsi və kimya elmin populyarlaşdırılması istiqamətində fəaliyyəti gücləndirmək tapşırılıb. Daha sonra Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin 2025-ci il üzrə elmi və elmi təşkilatı fəaliyyətinin yekunlarına nəsr olunmuş hesabat dinlənilib. Hesabatı mərkəzin direktor müavini professor Şayiq İbrahimov təqdim edərək bildirib ki, ötən il Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi ümumi lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Heydər Əliyev ensiklopediyasının hazırlanması və Azərbaycan Milli Ensiklopediyasının növbəti cildləri üzərində işlərin aparılması istiqamətində fəaliyyət göstərib. Məruzəçi qeyd edib ki, Heydər Əliyev ensiklopediyasına daxil ediləcək 800-ə qədər məqalənin ilkin variantı yazılıb. Bunlardan 300-dən artıq məqalə hesabat ilində redaktə olunub və hazırda qalan məqalələr redaktə edilir. Müzakirələrdən sonra AMİA Rəisət Heyətinin qərarı ilə Kimya Elmlər bölməsinin və Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin 2025-ci ildəki elmi və elmi təşkilatı fəaliyyəti haqqında hesabatları təsdiq edilib, əldə olunmuş mühüm nəticələrin AMİA'nın illik hesabatına daxil edilməsi qərarı alınıb. Leyli Naimiq qızı, Ziya Xudiyev, Fərid Həşimov, Elm TV.